Mən Firdovsi Xəlilov. Vaxt itirmədən birbaşa keçirəm sizinlə bugünkü mövzularımıza. Mövzularımız inşaat sektoru barədə olacaq. İlk olaraq hamıya aktual olan sual: nə üçün əmlak qiymətləri hər keçən gün sürətlə artır? Bu məsələləri əsaslı təhlil etmək və boşluqlara yol verməmək üçün praktik olaraq sizinlə birlikdə cədvəl üzərindən müşahidələr aparacağıq. Ekrana diqqətlə baxın. 2018 və 2025-ci illər üzrə müqayisəli şəkildə şərti olaraq seçdiyimiz Nəsimi rayonu Tibb Universiteti ətrafında 1 hektar ərazidə inşaatın maliyyətlərini müzakirə edəcəyik. Torpaq sahəsi. O günlərdə 1 hektar torpaq sahəsi 10 milyon manat idisə, bu günləri eyni miqyasdakı torpaq sahəsinin qiyməti 20 milyon manatdır. Artıq 20-ci ildən etibarən inşaat aparılması üçün verilən koefisientlərin maksimum həddi 2.2 koefisientlə məhdudlaşdırılmışdır. O günlərdə isə bu koefisient 7, bəzən 8-ə qədər yüksəlirdi. Bu o deməkdir ki, əgər 1 hektar torpaq sahəsində ən az 60 min kvadrat metr ərazi tikirdisə, hal-hazırda eyni bənzər yerdə apardığı inşaatın maksimal həddi 22 min kvadratdan ibarətdir. İnşaat aparılmasında maliyyət fərqləri. Xalq arasında ən böyük çaşqınlıq elə bu başlıqdadır. Yəqin hər biriniz eşitmişsiniz ki, o vaxtı sement 5 manat idirsə, bu günləri 8 manatdır. Taxta 270 manat idirsə bir kub metri, bu günləri 330 manatdır. Bütün bunları topladıqda eyni formatda aparılan inşaatda 1 kvadrat metrində maliyyət fərqi 70-80 manat edir. Bunu ümumi işlək ərazilər çıxıldıqdan sonra satışın 1 kvadratına çevirdikdə 100 manatı keçmir. Bəs nə üçün birdən-birə qiymətlər 1200-1300 manatlardan 3000-4000 manatlara yüksəlir? Axı bu ağla sığmazdır. Bu irad qismən doğrudur. Amma o tarixdə əksər binalar dəmir beton, daha sonra kərpic bölgü, fasadlar isə suvaq, emulsiya, tarsovka işçiliyi ilə görülürdüsə, maliyyəti o vaxtı 290-330 faziyen arası dəyişirdisə, indi eyni işlər görülərsə 380-420 manata başa gəlmiş olar. İnşaat özünün digər faktorlarında olan artımlardan yola çıxaraq sahibkar məcbur qalır ki, bu qədər dəyərli və bahalı yerdə köhnədən aparılan inşaatlardan fərqli olaraq bir qədər üstün və keyfiyyətli inşaatlar aparılsın və modern olsun. İnşaat şirkətlərinin maliyyəti digər faktorlardan asılı olaraq o qədər yüksəkdir ki, artıq hal-hazırda maliyyəti yüksək olan yerdə sahibkar məcbur qalır ki, o binasının inşaat maliyyətini də artırsın. Belə ki, o eyni yerdə tikdiyi binada fasadı daş yunu ilə izolyasiya edir, daha sonra qranitlərdən istifadə edir, liftlər seçilir, istifadə olunur, görüntü daha gözəl olur ki, bu da inşaatın bugünkü maliyyətini, sırf inşaatın maliyyətindən söhbət gedir, 700-750 manat civarına gətirir. Vergilər. Əvvəllər sadələşmiş vergi metodu ilə şəhər sektorlara bölünmüşdür. Yerindən asılı olaraq ümumi kvadrat metrdən 70 ilə 140 manat arası təqrib rəqəmlərdir bunlar, vergi ödənilirdi. Satış qiymətini isə tikinti aparan şirkət özləri müəyyən edirdi. 20-ci ildən etibarən bu şərtlər dəyişildi. Bütün maliyyətlər toplanaraq və sizin nəzərdə tutduğunuz kar marjı, yəni qazancınız da əlavə olunaraq üzərinə əlavə dəyər vergisi gəldi. Və daha sonra siz mənfəətinizdən 20% mənfəət vergisi ödəməli olursunuz. Hərçənd ki, sahibkar ƏDV-nin bir hissəsini əvəzləşdirə bilir ki, bu tam deyil və müştərilər aldığı binadan ƏDV-nin 30%-ni daha sonra dövlət geri qaytarır, amma yenə də bu ümumi fonda vergi maliyyətinin artırımını qaçınılmaz edir. Dolayısıyla 18-ci ildə
Tibb Universitetinin ətrafında eyni əraziyə qayıdacaq olsaq, təqribən 120 manat vergi ödəyirdisə 1 kvadrat metr üzrə, eyni yerdə ən azı 600 ilə 800 manat arası vergi ödəmək məcburiyyətində qalır. Bir digər başlıq, kredit faizləri o qədər artıb ki, artıq kommersiya bankları, diqqət edirsinizsə, əhalidən 11-12%-ə qədər yüksək faizlərlə əmanət qəbul edir. Yəni, nəzərə alın ki, kommersiya bankları bu qədər yüksək faizlə sizdən əmanət qəbul edirsə, əlbəttə ki, onlar da qazanmalıdır və bunun üzərinə də qazanc faizlərini əlavə edib sahibkarlara təqdim edirlər. Əgər 18-ci ilə qayıdacaq olsaq, 10%lik 3 illik kreditlə kredit cəlb edə bilirdisə, bugün ən yaxşı halda 19%-lə kredit tapa bilir. Baxmayaraq ki, o vaxtı kreditə də çox ehtiyac yox idi və 3 il götürməyinizə də ehtiyac yox idi. Çünki o vaxtı inşaat icazələri çox sürətli alınırdı, satış sürətli baş verirdi və vətəndaşların vəsaiti hesabına krediti uzatmağa lüzum qalmırdı. İndi isə eyni şeyləri demək çox çətindir. İdeal vəziyyəti götürsək, 10 milyon kredit üçün o vaxtı 1 milyon 750 min manat faiz ödəyirdisə və bunu hər kvadrata böldükdə 1 kvadrat üzərində faiz yükü 18 AZN idisə, bu günləri eyni məbləğdə vəsait cəlb etsə, yekunda 2 milyon 980 min manat kredit ödəmiş olur. Bu da hər kvadrat metrinə 95 manat kredit faiz yükü gətirmiş deməkdir. Digər xərclər. Bura aid eləmək olar. Kommunikasiyalar, abadlaşdırma, köçürmələr əvvəlcədən nəzərdə tutulmayan, amma adlarını bilmədiyimiz xərclərdir. O vaxtı 1 hektar ərazi üçün kobud şəkildə 3 milyon vəsait kifayət edirdisə, bu günləri bu vəsait ən azı 5 milyon manata yüksəlmişdir. Satış, marketinq xərcləri. Əgər o vaxtı, hətta daha çox kvadrat metr üçün 700 min manat bütün kompleksin satışında sizə kömək edirdisə və hətta artıq da qalırdısa, bu günləri daha az kvadrat metri satışına aparmaq üçün ən azı 800 min manat vəsait cəlb etməlisiniz. Yekun tablomuza gəldikdə isə, burada bütün xərclər hər kvadrat metrə görə hesablanmışdır. O vaxtda 1 kvadrat metrin maya dəyəri 700 AZN idisə, bu günləri bu rəqəm 2800-3000 manat arasındadır. 18-ci ildə sahibkar çox rahat bir şəkildə inşa etdiyi binaları 100% kar marjı ilə sata bilirdisə, təəssüf ki, bu günləri cəmi 25% kar marjı əlavə etdikdə artıq onlar üçün sevindirici bir hal olur. Hələ tabloda görə bilmədiyimiz çox ciddi məsələlər var. Ən ciddi məsələ ondan ibarətdir ki, çox saylı paket yerlər var. Hal-hazırda bunlardan söhbət gedə bilməz. Bir başqa məsələ isə maliyyətə təsir edir. O vaxtı müvafiq icazələri bu və ya digər şəkildə 3 ilə 8 ay arası əldə edib inşaata başlamaq olurdu. Bu isə investisiyanızın sürətli bir şəkildə geri qayıtması deməkdir. Müştərilərin hesabına vəsait cəlb etməniz deməkdir. İndi isə bu proses ən tezi 2-3 il vaxt aparır. Hesab edin ki, sizin 20 milyonluq yer alıb, ən azı 2 il gözlədib kredit ödəyirsiniz. Bu faktorda maliyyətləri ən azı 100-200 manat 1 kvadrat metrdə artımı deməkdir. Həm də əgər sahibkar əvvəllər əlindəkini dərhal satıb, yeni inşaatı tikməkdə maraqlı idirsə, bu bazarda tələb təklifin lehinə çevirirdisə, hal-hazırdakı sahibkar yeni inşaatın neçəyə başa gələcəyini kəstirə bilmədiyi üçün əlindəkini ucuz satmaqda qətiyyən maraqlı deyil. O maraqlıdır ki, biraz da baha başa gəlsə də gözlədib daha gec, amma bir qədər yüksək qiymətdən sata bilsin. Bu isə iqtisadiyyatın ən köhnə, ən təməl qanunlarından biri olan tələb-təklif balansının pozulması deməkdir. Yəni, tələb daha çoxdur, təklif azdır. Tabloda əks etdirə bilmədiyimiz bir digər çətin məsələlərdən biri də köçürmə ilə əlaqəlidir. Axı demişdik,
tələb təklif mütənasibliyi barədə. O vaxtı sahibkar çox rahat şəkildə vətəndaşlarla razılığa gələ bilir, sürətli şəkildə köçürmələri özünə icazə verə bilirdi. Hal-hazırda artan qiymətlər fonunda əgər siz 70-75 ailənin yaşadığı bir ərazidə razılaşıb köçürmələrə başlayırsınızsa və nəzərə alın ki, o vaxtki ilə müqayisədə ən azı 5 dəfə daha bahalı qiymətlə bunu edirsiniz. 70 ailəni köçürdürsünüz, onların kira ödənişlərini edirsiniz və 5 nəfər isə razılaşmaya baxmayaraq sizdən astronomik məbləğlər tələb edirlər. Bunu cədvəlimizdə xərclər hissəsində göstərə bilməsək də, maya dəyərinə inanın ki, ən azından 100 manat şəklində təsir edir. O vaxtı icazələr alınan andan etibarən, çünki icazələr çox sürətli alına bilirdi, sahibkar dərhal satışlara başlayırdı. Hətta sahibkarın ətrafında müxtəlif investorlar olurdu. Bunlar inşaata aparmırdılar. Onlar gəlib inşaat başlayan kimi çoxsaylı mənzillər alırdılar. Onların vəsaiti hesabına elə həddə idi ki, artıq kreditə ehtiyac qalmırdı. Bu gün isə eyni haldan söhbət gedə bilməz. Bu məsələni də təəssüf ki, biz tablomuzda göstərə bilmirik. Əlbəttə ki, maliyyətə birbaşa təsir edir. Vergilərin məbləğindən başqa biz cədvəldə vergilərlə əlaqəli göstərə bilmədiyimiz bir şey isə o vaxtı fiks bir vergi var idi. Sahibkar bilirdi ki, onun vergi yükü dəqiq olaraq nə qədərdir. Bugün isə artan maliyyətlər fonunda maliyyət artdıqca vergi də ona mütənasib olaraq artmağa başlayır. Bu isə ümumi feasible hesabatının aparılmasında çətinlik göstərir. Əlbəttə, gördüyünüz bu cədvəldə rəqəmlər %100 doğru olmaya bilər. Kimsə çıxıb deyə bilər ki, xeyr, tibb universiteti ətrafında 20 milyona yox, 19 milyona bir hektar torpaq var. Cavab olaraq deyə bilərik ki, eyni tarixdə 18-ci ildə 10 milyona yox, 9 milyon 500 minə də torpaq tapmaq olardı. Və yaxud da ki, bu qədər deyil, 10 manat daha fərqlidir hansısa qiymət. Amma bütün bu iradlar ümumilikdə ümumi portreti dəyişməyir. Ən sonda, əgər kontentimiz sizə maraqlı gəldisə, sizdən verilişimizi bəyənməyi və paylaşmağı xahiş edirik. Şərh yazmağı unutmayın.